Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. Azerbaycan'dan haberler programındasınız. Bakü stüdyomuzdan herkese iyi günler. Ben Özlem ve her zaman olduğu gibi karşı stüdyoda Ali var. Ali, selamlar. Bakü'de havalar nasıl? Salam Özlem xanım, hər vaxtınız xeyir. Bakıda bugün güneşli, hoş bir hava var. Ama təəssüf ki, gündəm hava kimi o kadar da hoş değil. Öyle mi? Neden? Gündemin ilk sırasına baktığımda ben de anlıyorum aslında. Oldukça hüzünlü bir haberle başlıyoruz bugün. İstanbul-Bakü uçuşunda bir vefat haberi. Bəli, təəssüf ki, günə bu xəbərlə başlayırıq. Musavat qəzetinin yazdığına görə, Azərbaycanın tanınmış sənətkarlarından məşhur bir dirijor İstanbuldan Bakıya qayıdarkən təyyarədə vəfat edib. Hadisə reys zamanı baş verib və təyyarə Bakıya endikdə sonra məlum olub. Hazırda hadisənin təfərrüatları araşdırılır. Ah, çok üzücü. Başın sağ olsun Azerbaycan. Kimliğiyle ilgili bir bilgi var mı? Çok tanınan biri miydi gerçekten? Bir de ölüm sebebi belli mi? Kalp krizi falan mı? Hələlik rəsmi olaraq adı tam açıqlanmasa da, sənət camiasında çox məşhur bir şəxs olduğu deyilir. Ölüm səbəbi ilə bağlı ilkin ehtimal ürək tutmasıdır. Amma dəqiq səbəb tibbi ekspertizadan sonra bəlli olacaq. Təyyarədəki sərnişinlər və ekipaj üçün də çox sarsıdıcı bir an olub. Allah rəhmət eləsin deyirik. Amin. Ailesine ve tüm sanat camiasına başsağlığı diliyoruz biz de buradan. Ali, şimdi gündemdeki bir diğer haber beni hem şaşırttı hem de oldukça meraklandırdı. Azerbaycan'ın Ermenistan'dan ürün ithalatına başladığına dair bir iddia var. Bu doğru olabilir mi? Bu, son günlərin ən çox müzakirə olunan mövzularından biridir Özlem xanım. Azadlıq Radyosunun yaydığı xəbərə görə sosial şəbəkələrdə bəzi şəkillər və iddialar yayılıb. Bu iddialara görə güya Ermənistanda istehsal olunan bəzi məhsullar Azərbaycan marketlərində satılmağa başlayıb. Amma bu çox həssas bir məsələdir və rəsmi qurumlar hələlik mövzuya heç bir münasibət bildirməyib. Çok garip, yıllardır süren bir durum var ortada. Peki bu iddialar neye dayanıyor? Bir fotoğraf mı, bir video mu, bir belge mi var? Sonuçta barış süreci konuşuluyor ama ticarete başlamak çok büyük bir adım olur. İddialar əsasən sosial şəbəkələrdə paylaşılan bir neçə məhsul şəklinə əsaslanır. Üzərində ermənicə yazılar olan məhsulların Azərbaycandakı bir marketdə çəkildiyi iddia edilir. Lakin bu şəkillərin həqiqiliyi, harada və nə zaman çəkildiyi hələ təsdiqlənməyib. Provokasiya ehtimalı da çox yüksəkdir. Ona görə də rəsmi açıqlama olmadan qəti bir söz demək çox çətindir. Anladım. Yani şu an için sadece bir sosyal medya dedikodusu diyebiliriz. Gelişmeleri senden bekliyor olacağız. Ekonomiyle ilgili bir habere geçelim mi? Sanırım Kafkasya'daki komşularla bir kıyaslama yapılmış ve sonuçlar pek de Azerbaycan için iç açıcı değilmiş. Bəli, BBC Azərinin beynəlxalq maliyyə qurumlarının hesabatlarına əsaslanan bir təhlili var. Bu təhlilə görə son dövrlərdə Azərbaycanın iqtisadi artım tempi qonşu Gürcüstan və Ermənistandan bir qədər aşağı səviyyədə qalıb. Xüsusilə qeyri-neft sektorunda gözlənən artımın hələ də istənilən səviyyədə olmaması əsas səbəblərdən biri kimi göstərilir. İlginç. Türkiye'den bakınca Azerbaycan ekonomisi hep doğal gaz ve petrol sayesinde bölgenin en güçlüsü olarak görülür. Bu durumun sebebi ne olarak açıklanıyor haberde? Enerji fiyatlarında bir düşüş mü yoksa başka yapısal sorunlar mı var? Əsas vurğu iqtisadiyyatın şaxələndirilməsinin, yəni neft və qazdan asılılığın azaldılmasının zəruriliyi üzərindədir. Gürcüstan turizm və xidmət sektoru ilə, Ermənistan isə son zamanlar texnologiya və informasiya sektoru ilə önə çıxmağa çalışır. Azərbaycanda da bu istiqamətdə addımlar atılsa da, hələ də iqtisadiyyatın əsas lokomotivi enerji sektorudur. Amma bununla yanaşı başqa bir xəbər də var ki, o da iqtisadiyyatın bu əsas lokomotivi ilə bağlıdır və orada vəziyyət müsbətdir. Öyle mi? Nedir o? Dövlət Gömrük Komitəsinin son hesabatına görə, ilin əvvəlindən bəri Azərbaycanın təbii qaz ixracında əhəmiyyətli artım qeydə alınıb. Xüsusilə Avropa bazarına ixrac edilən qazın həcmindəki artım həm ölkənin gəlirlərinə, həm də enerji təhlükəsizliyindəki roluna müsbət təsir edir. Yəni bir tərəfdən artım tempində yavaşlama müzakirə olunsa da, digər tərəfdən əsas ixrac məhsulumuzda ciddi bir artım var. Anladım. Madalyonun iki yüzü gibi yani. Bir yandan çeşitlendirme ihtiyacı, diğer yandan ana damarın hala çok güçlü akması. Umarım her şey yoluna girer.
Şimdi okurken kanımı donduran bir habere gelmek istiyorum. Bakü'de bir okulda inanılmaz bir olay yaşandığı iddia ediliyor. Bir öğrencinin bir başka öğrenciyi yaktığı söyleniyor. Bu korkunç bir şey. Bəli, bu son günlərin ən dəhşətli və sarsıdıcı hadisədir. Yenə Azadlıq Radiosunun xəbərinə görə, paytaxt məktəblərindən birində bir şagirdin sinif yoldaşının üzərinə yandırıcı maddə tökərək onu yandırdığı iddia edilir. Hadisə ilə bağlı dərhal cinayət işi açılıb, araşdırma gedir. Aman Allah'ım, yandırıcı maddeden kasıt ne? Asit mi, benzin mi, ne olduğu belli mi? Çocukların durumu nasıl? Yani bu nasıl bir nefret bu yaşta? Aklım almıyor. Bu arada Ali, şagirt öğrenci demek değil mi? Doğru anlıyorum. Bəli, Özləm xanım, şagird elə öğrenci deməkdir. Təəssüf ki, yandırıcı maddənin nə olduğu hələlik açıqlanmır. İstintaqın məxfiliyi və hadisədə iştirak edənlərin yetkinlik yaşına çatmaması, yəni uşaq olması səbəbilə təfərrüatlar gizli saxlanılır. Zərər çəkən şagirdin xəstəxanada olduğu və vəziyyətinin ağır olduğu bildirilir. Bütün cəmiyyət bu hadisənin şokunu yaşayır. Valideynlər, müəllimlər, psixoloqlar bu məsələni müzakirə edir. İnanılır gibi değil. Umarım o çocuk bir an önce sağlığına kavuşur. Bu olayın arkasındaki sebeplerin de enine boyuna araştırılması gerekiyor tabii. Gerçekten çok üzücü. Süremizin de sonuna yaklaşıyoruz Ali. Gündemdeki diğer haberleri yarın konuşuruz artık. Bəli, Özləm xanım, gündəm həmişə olduğu kimi zəngin idi. Sabah davam edərik. O zaman yarın yine aynı saatte buluşmak üzere, hoşça kalın. Sağ olun, hələlik. Fason Radyo